bu gecə xanım Zəhranın ömrünün axırıncı gecəsidir. Bu gecədən sonra Mədinəlilər rahat yata bildilər. Çünki gəlib deyirdilər Əli əleyhissalama ki, Fatiməyə denə ya gecələr ağlasın, ya gündüz ağlasın. Ki biz bu nailə səslərindən rahat yata bilmirik. Xanım Zəhra da demişdi, tezliklə dincələcəklər. Mənim ömrümdən az qalıb, çox qalmayın. Bu gecənin mislində idi ki, Əsma deyir, xanım Zəhra durdu ayağa, gördüm, halı yaxşılaşıb. Qusl elədi, paltarlarını dəyişdi. Mən dedim ki, şükür Allaha, deyəsən xanım sağaldı. Amma bir söz dedi ki, mən narahatam. Dedi ki, Əsma, mən uzanıram üzü qibləyə, sən çıxarsan çölə. Birazdan sonra məni çağırarsan, cavab versəm, verməmişəm. Cavab versəm, vermişəm. Cavab verməsəm, getməsi də tez Əlini çağır. Əsma deyir, mən çıxdım evdən, otaqdan, biraz keçdi, çağırdım. Ya Zəhra! Ya Zəhra! Gördüm, cavab gəlmədi. Çağırdım, ay Həsəninin anası. Gördüm, cavab olmadı. Səslədim, çağırdım, ay Peyğəmbərin qızı. Gördüm, cavab olmadı. Cavab olmayanda qaçdım məscidən. Getdim, gördüm, Əli məsciddən çıxır. Dedim, ağa, başın sağ olsun. Mən bu sözü deyəndə gördüm, Əli yıxıldı, özündən getdi. Dedi, mən kimə baş sağlığı verirəm, Fatimə? Ondan sonra qalxdı ayağa, qaça gəldi Aleyhisselam. Yolda neçə dəfə yıxılırdı, dururdu, qaça gəlirdi evə tərəf. Geldi, daxil oldu mənzilə, Zəhranın başını aldı dizinin üstüne. Çağırdı, ya Fatimə! Ya Fatimə! Gördü, gözünü açmadı. Çağırdı, ay uşaqlarımın anası. Gördü, səsi gəlmədi. Ondan sonra oturdu. Ağladı, dedi, Fatimə, aç gözümü, mən məzlum Əliyəm. Aç gözümü, mənəm məzlum Əliyəm. Gəlmişəm batımın üstünə. O məqamda xanım gözlərini açdı. Ama bizim güzel alimlerimizden değiller ki, demeyin gözlerini açtı. Çünkü bir gözü o zərbənin təsirindən açılmırdı. Hanımın bir gözü açıldı, baktı Əlinin zamanına, dedi, əmoğlu. Dedi, əmoğlu, yaxşı vaxta gəlmişsən. Bu bizim ayrılık məqamımızdır. Bir vəsiyyətlərini elədi xanım Zəhraya Aleyhisselam. Ondan sonra dedi ki, bir sualım var sana, sonuncu sualımdır. Dedi, buyur Fatimə. Dedi, sualım var. Sualım var sana. Sonuncu sualımdır. Dedi, buyur.
Dedi ki Alican benden razısan? Ya yok. Ali'ye çok tesir elədi bu söz. Ali xəcalətten başını aşağı saldı. Dedi Zahira, can yeri var, ben senden soruşuram. Dedi Zahira can, yeri var, ben senden soruşuram. Ki benden razı kaldın ya yok. Dedi senden razıyam dedi. Onda ipkili ve ipkiliye tama. Alican. Alican benden razısan. Alican, ağla mənə və mənim yetimlərimi. Mən ölməmiş istəyirəm, ağlayasan. Çünki qorxuram, bu qüssəni içindən saxlasan, bu qüssə səni öldürər. Ali oturdu yana yana, ağladı. Xanım da o qamçı dayan qollarıyla Ali'nin gözünün yaşını silirdi. Ondan sonra başı Ali'nin dizinin üstünde Ali sordu ki Zahra, Zahra baktı dedi, Eşhedü en la ilahe illallah ve eşhedü enne Ebi Resulullah. Şehadet verirəm, Allah'tan başka Allah yoktur. Şehadet verirəm, atam benim peygamberimdir. Ve eşhedü enne keyye Ali vesiyye Resulullah. Ve şehadet verirəm ki, ya Ali, sen peygamberin vesisi ve devamçısısan. Bu sözün dedi Zahra, Ali'nin dizinin üstünde dünyasını değişti. La hevle ve la güvvete illa billahil aliyyil azim. Ala lanetullah ala kavmin zalimin.